Bakıxanovda, Heydər Əliyev prospektində 6.6 sotda. Bax, özdə 20 metr Heydər Əliyev prospektinə 20 metr məsafədə 6.6 sotda kopcalı, paket kopcalı evimiz satışa çıxıb. Bax, evin giriş həyət hissəsinə girdin, sol tərəfdə. İndi göstərəcəm. Depodur, içini yəni içi dolu deyə daha çəkmədim içini. Həyəti dörd bir tərəfinə fırlanmaq olur, iki tərəfə çıxışı var. Evin həm Heydər Əliyev prospektinə, həm də Bülbülə yoluna çıxışı var. İki tərəfə də yaxın yerləşir. 23 metr uzunluğunda navesi var. Bax, burada deposunu aşağı mərtəbənin görsədim. Bax, aşağı mərtəbə. Evin bütün altı şeydir, depo kimi istifadə olunur. Yəni, nə istəsən yığa bilərsən. Kürsüdür, 16 daş kürsüdür. Beton monolitdir özdə, yəni elə belə tikilməyib. Əlavə krişan altı da beton monolitdir. Bu da letni kuxnasıdır, çöl tərəfə. İstəyən olsa krişan götürüb ikinci mərtəbəni də artıra bilər. Yəni beton monolitdən tikilmə evdir. Bax, bu da evin qabaq tərəfinin Bülbülə tərəfə çıxışı hissəsidir. Buradan evə qalxırsan. İndi Bülbülə tərəfə çıxışını da göstərəcəm. Baxın, parkın qabağına çıxır. Bülbülədə park var. Yekə park var. Parkın qabağına çıxışdır. Yavaş-yavaş gedək inşallah evimizin içində görsədim. 6.6 sotda, 4 otaq, paket kupça, 16 daş kürsü. Özdə hər mərtəbənin hamısı beton monolitdir. Yəni özü üçün qəşəng tikibdir. Əşyaların da bəzi hissəsini yəni evdə saxlayacaq. Otaqlar da yataq otağıdır, hardasa 24-25 kvadratdır. Zaldır. Zaldan da o birisi yataq otağına keçid var. Bax, buradan da keçəcəyik o birisi yataq otağına. Evimizin qiymətini şərhlərdə bildirəcəm. Tam təmirli evdir, öz üçün tikilib. Monolit beton konstruksiya ilə tikilib, yəni bünövrə də betondur, yarım zirzəmin şey də betondur, krişanın altı da betondur hamısı. Əlavə də həyətdə gördüyünüzdə qəşəng letni kuxna üçün yekə bir yer düzəldilib. İndi istəyən olsa onun üstünü bağlayar, qəşəng düzəldər. Burada istipoldur, bütün kuxnadır. İstipoldur, hamam tualet istipoldur. Qiymət barədə inşallah şərhlərdə yazacağım. Allah xeyir versin, izləyin, abunə olun. Eyşən Əmlakçı, eyşən.ofis. YouTube'da da Qaraçuxur Əmlak TV yazıb kanala daxil ola bilərsiniz. Allah xeyir versin, xeyir olsun.